Salam, sabahınız xeyir. Bugünkü bayram münasibətilə torpaq çərşənbənizi hər birinizin bayramı təbrik edirəm və bugün biz Bahar Festə hazırlaşırıq. Bugün biz Bahar Festə gedəcəyik Goranboya. Ona görə də bugün istədim ki, sizlərlə bir vlog çəkək. İndi səhər-səhərdir, saat 12-də falan gələcəklər. Ona görə də biz hazırlaşmalıyıq, saat 10-dur. Ola bilər ki, qalarıq deyə özümüzə əlavə çanta, geyim falan götürməliyik. Plus da özümüzə nə bilim telefonun adaptörü, AirPods falan da lazımlı ləvazimatlarımızı götürəcəyik. Və mən hələ saçımı fenləməliyəm. Çox işimiz var. Nəysə, hazır olanda çəkəcəyik. Artıq biz evdən çıxmışıq və gedirik Goranboya. Çatmışıq. Alkışlarla bir teşekkürümüzü bildirək. Məncə daha görüntülü. Goranboyun gücü, qüvvəsi məsələ onun alkışın görüntüsündən asılıdır. Novruz bizim ən əziz, ən qədim, bizə ən doğma və bizi birləşdirən adətlərimizdən biri və birincisidir. Hər birimiz baharın gəlişini bayram olaraq edirik. Bu illər, əsrlər bilsə də dəyişməyən və bizi bu bayramdan zövq almaqdır, bu bayramı daha da
da gəldi bizlə görüşdü rayonumuzdan. Tonqal yandırırlar, amma mən yorulmuşam deyə getmirəm. Amma oradadır. Mən gözləyirəm. Biz yığışırıq, gedəsik. Bitiririk və gedəcəyik birazdan. Yorğunçuluqla gedəcəyik, amma qəşəng dəyərli məncə. Burada isə gedirik yemək yeməyə.